Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Şəbnəm Tovuzlunun qızının yol hərəkəti qaydalarını pozması ilə bağlı videosundan sonra xanım müğənni yayılan xəbər və videoların silinməsini tələb edib. Xəbər verilir ki, sürücü Günel Hüseynova polis əməkdaşları tərəfindən müəyyən olunaraq onunla profilaktik söhbət aparılıb. Mövcud qanunvericiliyin tələbləri izah edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 342.1.4 hərəkət zamanı sükanı əlindən buraxmağa, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etməyə görə və 329.1 təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə maddələr əsasında protokol tərtib olunub. İranlı Ayətullah Abdullah Cavadi Amoli cihadla bağlı fətva verib. Xəbər verilir ki, o çıxışında İsraillərin və ABŞ prezidenti Donald Trump'ın qanunun tökülməsinin vacib olduğunu bildirib. Ayətullah həmçinin qeyd edib ki, İranın mərhum ali lideri Əli Xamneyinin yoxluğu ağır itkidir.